Fevralın 28'inde başlayan ve getdikcə daha da qızışaraq regional miqyas kəsb edən Amerika Birleşmiş Ştatları, İsrail və İran müharibəsinin hələlik ən mühüm nəticəsi İranın ali rəhbəri Ayətullah Əli Xameneyinin öldürülməsidir. Hərbi əməliyyatların elə ilk saatlarında onun Beyti rəhbəri adlanan ofisinə endirilən hava zərbələri bir çox yaxınları və silahdaşları ilə birgə Xameneyinin də həyatına son qoydu. Onun həlak olması barədə informasiyalar fevralın 28-də bütün gün ərzində dolaşsa da, İran rəsmiləri hər dəfə bunu təkzib etdilər. Yalnız martın 1-də səhər tezdən Dövlət Televiziyası Xameneyinin dırnaqarası şəhid olduğu barədə Ali Milli Təhlükəsizlik Şurasının rəsmi məlumatını yaydı. Xameneyinin sonuncu görüşdüyü iki şəxsdən biri olan Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin verdiyi açıqlamaya görə, ali rəhbər sığınacaqda gizlənmək təklifindən imtina edib. Bir növ könüllü şəkildə dırnaqarası şəhid olmaq yolunu seçib. Amma niyə? Axı hələ ötən ildən Amerika Birləşmiş Ştatları və İsrailin onu aradan götürmək planlarının olduğu hər kəsə məlum idi. Hər halda tərəfdarları və pərəstişkarları onun şüurlu şəkildə İmam Hüseyin yolunu seçdiyinə inanırlar. Lakin məsələyə başqa yanaşma da var. Necə oldu ki, özünün qədim tarixi və hazırki qüdrəti ilə öyünən bir dövlət öz başçısını qoruya bilmədi? Düşmənin nə qədər güclü olmasından asılı olmayaraq bu, dövlət adına rüsvayçılıq deyilmi? Haradaydı İslam Respublikasının sayı hesabı bilinməyən güc və təhlükəsizlik strukturları? Amma nə qədər qəribə görünsə də, bu sualların ünvanı elə Xameneyinin özüdür. Çünki 1989-cu ildən ali rəhbər postunu tutan, daha əvvəldə 8 il İran prezidenti olan Xameneyi sözün həqiqi mənasında hazırki İran rejiminin qurucusudur. İslam Respublikasının banisi Ruhullah Xomeyni dünyasını dəyişəndə cəmi 10 yaşı olan vilayət-i fəqih sistemi İraqla 8 illik müharibədən yenicə çıxmış. Siyasi və iqtisadi oriyentirləri hələ dəqiqləşməmiş bir quruluş idi. Xameneyi kütlələrə təsir baxımından Xomeynidən çox geri qalırdı. Heç vaxt da o səviyyəyə çata bilmədi. Çoxsaylı təqlidçilərinin olmasına baxmayaraq, ruhani kimi də o, güclü potensiala və mənəvi nüfuza malik deyildi. Ali rəhbər postuna seçilərkən özü də bunu etiraf edib demişdi. İslam ümmətinin halına qan ağlamaq lazımdır ki, mənim kimi birisinin ona rəhbərlik etməsi hətta ehtimal olunur. Bu sözlər nə qədər təvazökarlıq jesti sayılsa da, eyni zamanda həqiqəti əks etdirirdi. Amma onun seçildiyi post həm də və daha çox siyasi məqam idi. Və ədalət naminə demək lazımdır ki, Əli Xameneyinin əsas potensialı və əqli qabiliyyəti məhz bu sahədə idi. Çatışmayan mənəvi təsirini isə o, hərbi təhlükəsizlik strukturlarına söykənməklə kompensasiya etməyə başladı. Məhz bunun sayəsində o, bütün rəqiblərini arxada qoyaraq addım-addım özünün təsəvvüründə olan teokratik rejimi qurdu və onu regionda Amerika Birləşmiş Ştatları, İsrail və Ərəb monarxiyaları üçün güclü bir rəqibə çevirdi. Amma son anda, Xameneyinin özünün sözləri ilə desək, zirvəyə yaxınlaşanda aydın oldu ki, təməl düzgün qoyulmuyor. Zahirən güclü görünən, topu topxanası, nüvə texnologiyası olan rejim nə ölkə əhalisinin adi tələbatını təmin etməyə, nə də dünyanın dəyişən reallıqlarına uyğunlaşmağa qadir deyil. Xameneyi hakimiyyətə gələndə İslam İnqilabının Keşikçiləri Korpusu, yəni Sepah digər dövlət qurumlarından fərqlənməyən bir nazirlik idi. Fevralın 28-də Xameneyi ilə birlikdə həlak olmuş Admiral Əli Şamxani də 1988-1989-cu illərdə Sepah naziri postunu tuturdu. Lakin nazirliyin ləğv edilməsi ilə Xameneyi Sepahı qısa müddət ərzində nəhəng iqtisadi və maliyyə imkanlarına malik hərbi siyasi quruma və öz hakimiyyətinin dayağına çevirdi. Daha sonra təhsil və media şəbəkəsi də qazanan Sepah, bilavasitə Xameneyiyə tabe olan alternativ güc mərkəzi kimi formalaşdı. Sepahın kəşfiyyat təşkilatı ənənəvi təhlükəsizlik nazirliyinin, özü isə nizami ordunun rəqibinə çevrildi. Sepahın güc qüvvələri hesabata aparılmayan maliyyə təminatı ilə Xameneyinin regional strategiyasının əsas icraçısına çevrildi. Bu qüvvələr Xameneyinin sözsüz dəstəyindən yararlanan Qasım Süleymaninin dövründə İranın regional siyasətində əsas söz sahibinə çevrilərək, ölkənin Xarici İşlər Nazirliyini ikinci plana sıxışdırdı. Bu həqiqəti İranın keçmiş Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif bir neçə il öncə açıq şəkildə dilə gətirib. Süleymani neftdən gələn milyardlar hesabına Yəməndən tutmuş Livana qədər regional proksi şəbəkəsi qurmaqla İranın bölgədəki rəqiblərinə meydan oxumasına şərait yaratdı. Bundan ruhlanan Xameneyi və Sepah nüvə proqramına girişdi və elə burada da ilişdi. Artan beynəlxalq təzyiqlər fonunda genişlənən sanksiyalar İran iqtisadiyyatını ağır duruma saldı. Regional şəbəkəyə və mənasız nüvə proqramına xərclənən milyardlar əhalinin vəziyyətinin davamlı şəkildə pisləşməsinə səbəb oldu.
İran 2010-cu illərin əvvəllərindən permanent böhranlar və etirazlar mərhələsinə qədəm qoydu. Xamenei isə hər şeyin düzələcəyini ümid edir. Dünyada gedən köklü dəyişiklikləri dərk və qəbul edə bilmirdi. Beynəlxalq münasibətlərə dair təsəvvürləri soyuq müharibə dövründə qalmışdı. Daxili siyasətdə də Xamenei hər hansı islahat təklifi və cəhdinə barışmaz münasibət bəsləyirdi. Məhz onun hakimiyyəti dövründə İranda məşhur silsilə qətllər həyata keçirilmiş. Fərqli düşünən ziyalılar və siyasi xadimlər amansız terrora məruz qalmışdı. Bu dözümsüzlük təkcə siyasi ictimai qüvvələrə qarşı deyil, başqa cür fikirləşən və danışan ruhanilərə qarşı da nümayiş etdirilirdi. Xameneinin dövründə repressiyaya məruz qalmış, həbs və təqib olunmuş din xadimlərinin adlarını sadalasaq uzun bir siyahı alınar. Bircə Ayətullah Seyid Hüseyn Kazımeyni Borucerdinin başına gətirilənləri xatırlamaq kifayətdir. Xamenei onunla bərabər İslam Respublikasının qurulmasında mühüm rol oynamış nüfuzlu ailələri də bir-bir siyasi səhnədən sıxışdırıb. İlk öncə rejimin banisi Ruhullah Xomeyninin oğlu Əhməd Xomeyni onun dövründə müəmmalı şəkildə öldü. Nəsli pərən-pərən düşdü. 2 il öncə Xomeyninin vəfatının il dönümü tədbirində nəvəsi Həsən Xomeyni radikal qrupların etirazı ilə üzləşdi. Ona faktiki olaraq danışmaq imkanı verilmədi. Orada olan Xamenei isə bu mənzərəni sükutla seyr etdi. Xameneinin ali rəhbər postuna gəlişində müstəsna rol oynamış keçmiş prezident Əkbər Haşimi Rəfsəncaninin özü və övladları davamlı təqib və həbslərə məruz qaldı. Onun sirri ölümünün səbəbi hələ də bəlli deyil. Nəhayət, İran hakimiyyətində güclü təsiri olan Laricani qardaşları da onun hədəfinə gəldi və yüksək postlardan uzaqlaşdırıldı. Hətta indi geniş səlahiyyətlər verib getdiyi Əli Laricaninin cəmi 5 il əvvəl prezidentliyə namizədliyi qeydə alınmadı. İş işdən keçəndən sonra Xamenei bir çıxışında ona qarşı haqsızlıq edildiyini dilə gətirdi. Ötən ilki müharibədən sonra yaranan çətin durumda o, yenidən Əli Laricanini önə çəkdi və bu dəfə prezident Məsud Pezeşkiyanı kənarda qoydu. Amma bütün bu hiləgər oyunlara və rəqibləri üzərində qazandığı siyasi qələbələrə baxmayaraq, artıq ötən ildən etibarən Xamenei yəqin ki yolun sonuna çatdığını aydın görməyə başlamışdı. Onun qurduğu rejimin dalana dirəndiyi göz önündə idi və bu ilin yanvarında baş verən kütləvi etirazlar bunu bir daha əyani şəkildə göstərdi. İranda son illərdə baş vermiş bütün etirazlarda ən çox səslənən şüar Xameneiyə ölüm, diktatora ölüm şüarları olub. Xamenei heç şübhəsiz bunu eşidir və bilirdi. Bəlkə də buna görə bir dəfəlik getmək üçün bu yolu və bu acı sonluğu seçdi. Qurduğu rejimi də taleyin ixtiyarına buraxdı. İran rəsmilərinin Xameneinin yolunun davam etdiriləcəyi ilə bağlı bəyanatlarına rəğmən, indi rejimin taleyi bir tükdən asılıdır və müharibədə süqut etməsə belə, onun heç bir siyasi perspektivi yoxdur.